Kancı nereden imişli oynuyor? Elinde imişli üzümə çıxmaq istəyir. Qapıcımız irəli çıxdı. Qapıcı yan hakim offside olduğunu deyir. Cərmə yerinə yetirəcək Xankəran komandası. Paslaşarak başladık. Şimdi topu yine yitirdik. Mişli komandası irəli attı topu ve müdafiəçimizin arkasına düştü. İndi Mişli komandası hücuma çıxır, icazə verməyək. Bəxtimiz gətirdi. Top direğe değdi. İndi kaptan zərbe yerinə yetirəcək Xankəran komandası. Oyunçumuzun üzünə dəydi top. İndi yenə ancaq müdafiəçimiz yerindədir. Mişli komandası hələ də topu ayağındadır. Pres eləyir oyunçularımız. Qapıcılar irəli çıxdı və topu uzaqlaşdırdılar. İcazə vermiyor, orada boşluq var. Oyunçumuz yerindədir. İndi pres eləyir oyunçumuz. Məmi götürdü topu. Hələ ki top çölə çıxmayıb. Düz xəttədir. Və topu yenə götürdülər. İcazə verməyər, Rəvan yerindədir. Rəvan aldatmaq istəyir, ancaq uğurlu ola bilmədi. Əlində yenə tac yerini yetirəcəklər. Əlində pres eləməliyik. Top əldə Mişlilərdədir. Orta oyuncumuz yenə yerindədir. İndi Rəvan. Rəvan verdi Xəqaniyə. Oyuncumuz möhtəşəm aldatdı. İndi Elməddin. Elməddin Rasimə çıxartdı. Rasim verdi Elməddi. Xəqani ancaq top çölə çıxdı. Yenə də uğurlu bir hərəkət idi. Belə eləsək axırda qol vura bilərik. İndi qapıcı zərbəsilə yerinə yetirirlər. İndi hələ də Mişlilərin ayağındadır. Pres eləyir oyuncularımız. İndi aldatmalarla indi İmişli oyuncusu Qapıcı az qala qol olurdu, ancaq qapıcımız yenə yerindədir. Qapıcımız Polad. Oyuncumuz topu özündən çox qabağa atdı deyə itirdi topu.
Paslaşarak açıq bulmaq istəyirlər. Elində oyuncularımız irəlidə pres edir. Elməddin. İndi oyuncumuz topu götürdü. Ancaq yenə imişli oyuncusu topu götürdü. Oyuncular göydən paslaşırlar. İmişli'nin oyuncusu aldatmağı üstünlük verir və oyuncumuz Elməddin topu çölə ata bilir. İrəli attı indi oyuncularımız. İndi İlkin irəli attı. Elməddin götürə biləcəkmi? İndi pres edir Rasim. Elməddin pres edir, yenə götürə bilmədik topu. Ancaq hələ ki özlərini itirirlər. Və presdən çıxmağı başardılar. Bəli, indi oyuncumuz irəli çıxır. Elinde out yerini yetirdi oyuncularımız. Şimdi orta Rasim geçer. Kapısı tuttu topu indi. Elinde paslaşırlar elə ki. Paslarını kəsmək lazımdır. İndi irəli attılar topu. Oyuncumuz yenə yerindədir. İmişli oyuncuları hələ ki paslaşırlar. İndi topu itirdiler. İndi oyuncumuz Xəqani. Keçmədi pas. Oyuncumuzun ayağına yaxşı oturmadı. İndi Məmi irəli attı topu. Elməddin kəllə ilə arxaya attı. Ancaq oyuncumuza gələ bilmədi top. Antrenör komandası out yerini yitirəcək. Xəqani sinəsi ilə idarə etdi topu. İndi pres eləməliyik. İndi başladılar. Rəvan irəliyə top, Elməddin götürdü topu. Hakim offside olduğunu deyir. İmişli komandası cərimə yerini yitirəcək. Yerdən başladılar.
İndi boşluq olurdu. Ancaq qapçımız yenə yerindədir. Topu əli ilə götürür. Polad irəli atdı topu. Ancaq oyunçunun üstünə gedir. Elmədli pası kəsir. İndi Rasim. Xəqani. Xəqani qəşəng pas ola bilmir. İndi oyunçumuz da gələ bilmədi. Üstdən az fərqlə yuxarı getdi top. Ayağına yaxşı oturmadı. Pres eləməliyik. Oyuncular paslaşırlar, yerləri daralır. İndi alt yerində itirəcək Xancəran komandası. İndi Ravan kəlləsi ilə verdi pası. İndi orta oyunçumuz vura bilmədi. Müdafiəçilə qaban kəsir. İndi müdafiədə az nəfərik. Geri qayıtmalıyıq. Ancaq oyunçumuz yenə yerindədir. Elməddin qaçdı amma pas kəsə bilmədi. İrəli atır topu. Xancəran komandası at yerinə yetirəcək. İndi Xəqani yerinə yetirəcək atı. Verdi Rasim. Ancaq oyunçumuza müdahale olduğunu deyir hakim. İndi Xəqani başladacaq cərimə zərbəsin. Xəqani irəli atdı topu. Amma yenə imişlə oyunçuları götürdü. İndi yenə Xəqani. Xəqani götürdü. Xəqani idarə edir hələ ki topu. Xəqani təkdədir. Köməyə getmək lazımdır. Hakim out yerinə yetirməmizi dedi. Xancəran komandası out yerinə yetirəcək. İndi outumuz qəşəng ola bilmədi. Bəli, indi irəli atırlar topu. Oyuncularımız yenə topu götürdü imişli oyuncularına. Oyuncumuz irəli attı topu. Amma hələ demişli oyuncuların əlindədir top. Xəqani irəli çıxır. Xəqani atdı indi ilkinə. Xəqani oyuncumuz.
Çalışamaz ancaq çölə gedir top. Bilmədi. Əgər topdan qalxırsan, bilmədi. Oy, tutuyorsan da